Budaq baş quruluşunda olan mürəkkəb cümlələri müəyyən edin. Yəni ki, tabeli mürəkkəb cümlə tapmalıyıq və birinci budaq cümlə gəlməlidir, daha sonra baş cümlə. Şəhərə yenicə çatmışdı ki, yağış kəsdi. Baş budaq cümləni həm müəyyən bağlayıcı vasitələrdən təyin etmək olar, həm də sualı baş cümlədən çıxartmaqla təyin etmək olar. Ki bağlayıcısı ilə bağlanan tabeli mürəkkəb cümlələrdə adətən baş budaq gəlir. Amma elə məqam olur ki, budaq başda gələ bilər. Şəhərə yenicə çatmış ki, yağış kəsdi. Baxın, burada yağış kəsdi. Nə zaman? Şəhərə yenicə çatmışdı. Sualı yağış kəsdi hissəsindən çıxartdıq. Demək, burada birinci budaq, sonra baş sxemi gəlmiş oldu. Biri götürürük. Həm də yenicə, təzəcə, indicə tipli sözlər budaq cümlənin tərkibində olur. Bu zaman elə hadisə baş verdi ki, hamı susub qaldı. Bu zaman, o zaman, bu tipli cümlələrdə birinci baş, sonra budaq cümlə gəlir. İkinci baş budaq sxemidir. Ona görə 2-yi götürmürük. Bilirsənmi ki, nəyi sualını verdik? Yəni, sualı bax bu hissədən çıxartdıq. Birinci baş cümlədir. Biri götürdük. Hərçənd. Cümlə hərçənddən başlayırsa, yəni hərçənd tabellik bağlayıcısıdır, güzəşt bağlayıcısıdır. Güzəşt bağlayıcısı budaq cümlənin tərkibində işlənir. Demək, dördüncüdə də birinci budaq, sonra baş gəlir. Hara gedirsən, göz oxşayan mənzərələrlə qarşılaşırsan. Tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş cümləyə bağlayan vasitələrdən biri də bağlayıcı sözdür. Və bağlayıcı söz budaq cümlənin tərkibində işlənir və əsasən sual əvəzlərlə ifadə olunur. Hara gedirsən, bax burada hara bağlayıcı sözdür. Və bağlayıcı söz işlənən cümlədə baş cümlədə ya qarşılıq söz olur, ya da təsəvvür edə bilirik. Hara gedirsən, orada göz oxşayan mənzərələrlə qarşılaşırsan. Burada baş cümlədə qarşılıq söz yoxdur, amma özümüzdən əlavə eləyə bilirik. Demək, cavabımız olmalıdır 1, 4 və 5.